إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله صلى الله عليه وعلى آله وصحبه وسلم تسليما كثيرا إلى يوم الدين فإن خير الكلام كلام الله وخير الهدي هدي محمد صلى الله عليه وسلم وشر الأمور محدثاتها وكل محدثة بدعة وكل بدعة ضلالة وكل ضلالة في النار. Əmmə ba'd. Əziz müsəlmanlar, həmişə olduğu kimi hamınıza, eləcə də özümə Allahdan qorxmağı və Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin yolunu tutub getməyi nəsiyyət edirəm. Bugün biz sizə hamımızın çox sevdiyi Peyğəmbər sallallahu aleyhi və səlləmin qızı, öz dövrünün ən fəzilətli qadını olmuş Fatimə radiyallahu anhə barədə danışacaq. Fatimə-i Zəhra radiyallahu anhə Muhammed sallallahu aleyhi və səlləmə Peyğəmbərlik verilməmişdən bir neçə il əvvəl dünyaya gəlmiş və müsəlman ailəsində böyüyüb boya başa çatmışdı. Rəbbinə ibadət etməklə böyüyüb boya başa çatmış bu gənc qızın xoş halına, belə gənclər haqqında Rasulullah sallallahu aleyhi və səlləm belə buyurmuşdur. 7 sinif insan vardır ki, Allah onları öz kölgəsindən başqa heç bir kölgənin olmayacağı bir gündə öz kölgəsi altında kölgələndirəcəkdir. Bunlardan biri, Rəbbinə ibadət etməklə böyüyüb boya başa çatmış gəncdir. Fatimə radiyallahu anhə ömrü boyu Rəbbinə layiqli qul, atasına layiqli övlad, ərinə layiqli həyat yoldaşı və övladlarına layiqli ana olmuşdur. Rəbbi ondan razı qalmış və bu razılıq nəticəsində ona cənnətin ən fəzilətli 4 qadınından biri olmağını nəsib etmişdir. Atasının əzizi olmuş bu möhtərəm qadını sahabələrin hamısı, ələl-xüsus da Raşidi xəlifələr çox istəyirmiş. Peyğəmbər sallallahu aleyhi və səlləmin kim Fatiməni qəzəbləndirərsə, məni qəzəbləndirmiş olar buyruğunu eşidən mömin adam bu möhtərəm qadına necə nifrət edə bilər? Nifrət edə bilərmi? Əlbəttə ki, yox. Allah onu qiyamətə dəy dillər əzbəri olacaq övliyalarından etmişdir. O övliyalar ki, onlar barədə uca Allah belə buyurur. Ələ innə əvliyə Allah lə xavfun aleyhim və ləhum yəhzənun əlləzinə əmənu və kənu yəttəqun ləhumul buşra fil həyatid dünya və fil əxirə. Şübhəsiz ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər. Onlar iman gətirmiş və Allahdan qorxmuşlar. Dünya həyatında da, axirətdə də onlara müjdə vardır. Həmçinin, qüdsü hədislərin birində Allah subhanahu və teala buyurur, kim mənim dostumla düşmənçilik etsə, mən ona hərb elan edərəm. Qulumun mənə sevimli olan və onun sayəsində mənə yaxınlaşdığı ən gözəl əməl ona vacib buyurduğum əməllərdir. Qulum nafilə ibadətləri yerinə yetirməklə mənə o qədər yaxınlaşır ki, mən onu sevərəm. Onu sevdiyim təqdirdə onun eşidən qulağı, görən gözü, tutan əli və yeriyən ayağı olaram. Məndən nə diləsə ona dilədiyini verərəm, sığınacaq istəsə ona sığınacaq verərəm. Qardaşlar, bilirsinizmi? Allahın sevdiyi bəndəsinin, o cümlədən də Fatimə radiyallahu anhanın eşidən qulağı, görən gözü, tutan əli və yeriyən ayağı olması nə deməkdir? Yəni, uca Allah onun son nəfəsinə dəy qulağını, gözünü, əlini, ayağını və digər əzalarını günahlardan qorumuşdur. Fatimə radiyallahu anhə həddi buluğa yetişdikdə Peyğəmbər sallallahu aleyhi və səlləm onu öz əmisi oğlu
Əli ibn Əbi Talib radiyallahu anhuya ərə vermişdir. Bu hadisə Bədir döyüşündən sonra olmuşdur. O zaman Fatimə radiyallahu anhanın 16 yaşı var idi. Rəvayət edilir ki, Bureydə ibn Hüseyb Əl-Əsləmi radiyallahu anh demişdir. Əbu Bakr və Ömər Fatiməyə elçi düşdükdə Rasulullah sallallahu aleyhi və səlləm hər ikisinə o hələ uşaqdır demişdir. Və nəhayət Əli ibn Əbi Talib radiyallahu anh ona elçi gəlmiş və Rasulullah sallallahu aleyhi və səlləm qızını ona ərə vermişdir. Həmsinin rəvayət edilir ki, İbn Abbas radiyallahu anhuma demişdir. Əli ibn Əbi Talib Fatimə ilə evləndikdə Peyğəmbər sallallahu aleyhi və səlləm ona qızıma mehr olaraq bir şey ver deyə buyurmuşdur. Əli də məndə heç nə yoxdur deyə cavab vermişdir. Onda Peyğəmbər sallallahu aleyhi və səlləm soruşdu, hanı sənin Hutəmiyyə zirihin? Əli, o məndədir deyə cavab verdikdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu. Elə isə o zirehi ona ver. Zireh bilirsiniz nədir? Ox, nizə və s. yaralayıcı silahlardan qorunmaq üçün döyüşçülərin üstdən geyindikləri dəmir tordan yaxud qalın dəridən geyimdir. Bu zirehin Hutəmiyyə adlandırılmasının səbəbi budur ki, həmin zirehi Abdülqeys qəbiləsindən olmuş Hutəmə oğulları düzəldirmiş. Burada zirehi ona ver dedikdə, zirehin özünü ona verməyə qəsd edilmir. Əli ibn Əbi Talib radiyallahu anh həmin zirehi 400 dirhəmə satır və bu pulu mehr olaraq Fatimə radiyallahu anh'a verir. O həmsinin demişdir. Peyğəmbər sallallahu aleyhi və səlləmlə birlikdə iştirak etdiyim Bədir döyüşündə əldə edilmiş qənimətlərdən mənə yaşlı bir dəvə çatdı. Bundan başqa, Peyğəmbər sallallahu aleyhi və səlləm mənə bir ədəd də yaşlı dəvə verdi. Bir dəfə mən bu dəvələri ənsardan olan bir sahabənin qapısının yanında yerə çöktürdüm. Yerə çöktürdüm ki, onlara ətirli qamış yükləyim. Belə etmək istəyirdim ki, qamışları satıb Fatimənin toyu üçün bir qədər pul əldə edim. Burada söhbət Əli ibn Əbi Talib radiyallahu anh'ın öz toyuna hazırlığından gedir. Kasıb idi. Toy eləməyə belə pulu yox idi. İndi diqqət edin. Peyğəmbər sallallahu aleyhi və səlləm ona belə buyurur. Evliliyini elan etmək üçün ziyafət ver. O zaman kasıb olduğundan sahabələr ona yardım edir. Səad radiyallahu anh deyir ki, bir qoyun mən gətirərəm. Başqa birisi də deyir ki, mən də filan qədər buğda gətirərəm. Bütün bunlar nə deməkdir, qardaşlar? Bilirsinizmi? Bunlar sahabələrin bu cür mehriban münasibətdə olmağından xəbər verir. Görün, bir-birinə nə cür dəstək verirdilər. Və nəhayət, rəvayət edilir ki, toy gecəsi Peyğəmbər sallallahu aleyhi və səlləm Əli ibn Əbi Talib radiyallahu anh'a dedi. Ey Əli, zövcənin yanına girməzdən əvvəl yanıma gələrsən. Nəhayət, Əli radiyallahu anh Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına gəldi. Və Peyğəmbər sallallahu aleyhi və səlləm su gətizdirib dəstəmaz aldı. Sonra o, bu sudan Əli radiyallahu anh üstünə səpdi və dua edib dedi. Allahümmə, bərik fihimə və bərik ləhumə fi binəihimə. Allahım, onlara xeyir, bərəkət nəsib et və onların bu evliliyini bərəkətli et. Bu iki möhtəşəm sahabənin izdivacından 4 övlad dünyaya gəlmişdir. Həsən, Hüseyn, Zeynəb və Ümmü Kulsum radiyallahu anhum. Rəvayət edilir ki, Əli ibn Əbi Talib radiyallahu anh demişdir. Həsən dünyaya gəldikdə mən ona Həmzə adını
Hüseyin doğulduqda isə ona əmisinin adını, Cəfər adını qoymuşdu. Sonra Peyğəmbər sallallahu aleyhi və səlləm məni çağırıb dedi, mənə bu uşaqların adlarını dəyişdirmək əmr edildi. Mən dedim, Allah və onun Rəsulu daha yaxşı bilir. Onda Peyğəmbər sallallahu aleyhi və səlləm onlara Həsən və Hüseyin adını qoydu. Xüsusilə qeyd etmək lazımdır ki, Həsən və Hüseyin radiyallahu anhuma fəzilətli sahabələrdən olmuşlar. Bu möhtəşəm sahabələrin fəzilətinə dair neçə hədislər rəvayət edilmişdir. Həmin hədislərin birində Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir, Həsən və Hüseyin cənnətdəki cavanların ən hörmətlisi olacaqlar. Ataları Əli isə onlardan da xeyirlidir. O həmçinin demişdir, Həsən və Hüseyin cənnətdəki cavanların ən hörmətlisi olacaqlar. Yalnız xala uşaqları Məryəm oğlu İsa və Zəkəriyyə oğlu Yəhyə istisnadır. Fatimə də cənnətdəki qadınların ən hörmətlisi olacaq. Yalnız İmranın qızı Məryəm istisnadır. O həmçinin demişdir, Həsən və Hüseyni sevən hər kəsi Allah sevər. Onlar nəvələrin nəvəsidir. Başqa bir rəvayətdə deyilir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm onlar üçün dua edib demişdir. Onlar mənim nəvələrim, qızımın övladlarıdır. Allahım, mən onları sevirəm. Sən də həm onları, həm də onları sevən kəsləri sev. Yenə bir hədisdə rəvayət edilir ki, Əbu Hureyra radiyallahu anh demişdir. Bir dəfə Peyğəmbər sallallahu aleyhi və səlləm Həsən və Hüseyni götürüb bizim yanımıza gəldi. Uşaqlardan biri onun sağ çiynində, o birisi isə sol çiynində oturmuşdu. Peyğəmbər sallallahu aleyhi və səlləm növbə ilə gəh bunu, gəh də onu öpürdü. Nəhayət gəlib bizim yanımıza çatdıqda bir nəfər dedi, Ya Rasulullah, sən həqiqətən də onları çox istəyirsən. Onda Peyğəmbər sallallahu aleyhi və səlləm dedi, kim onları sevərsə, məni sevmiş olar. Kim də onlara nifrət edərsə, mənə nifrət etmiş olar. Peyğəmbər sallallahu aleyhi və səlləmin bu sözü Allahın onun bu möhtərəm nəvələri sevdiyinə dəlalət edir. Odur ki, sahabələr və onlardan sonra gələnlər, o cümlədən də biz, Peyğəmbər sallallahu aleyhi və səlləmin bu iki nəvəsini sevməklə Allaha yaxınlaşmaq, onun sevgisini qazanmağa çalışmalıyıq. Əlbəttə, hər bir mümin Həsən və Hüseyni radiyallahu anhümanı, onların ata-anasını və ümumiyyətlə Peyğəmbər sallallahu aleyhi və səlləmin sahabələrini sevməlidir. Lakin qeyd etmək lazımdır ki, bu sevgi ifrat dərəcədə olmamalıdır. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləmin sevdiyi insanları sevən mümin onları Allaha tay tutmamalı. Allaha məxsus olan sifətləri onlara aid etməməli və ibadətə aid əməlləri onlara yönəltməməlidir. Nəinki onları, heç peyğəmbərləri və mələkləri belə ifrat dərəcədə sevmək olmaz. Bu xüsusda Uca Allah buyurur, İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini ona tay tutur. Onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm bu xüsusda belə buyurmuşdur. Xristiyanlar Məryəm oğlu İsanı şişirtdikləri kimi siz də məni şişirtməyin. Mən sadəcə Allahın quluyam. Elə isə mənə Allahın qulu və Rəsulu deyin. Fatimə radiyallahu anhanın bir çox fəzilətliləri vardır. O fəzilətlərdən bəziləri bunlardır. Birincisi, Fatimə radiyallahu anha insanlara və cinlərə peyğəmbər göndərilmiş Muhammed sallallahu aleyhi və səlləmin qızıdır. İkincisi, Fatimə radiyallahu anha İslam dinini ilk əvvəl qəbul edənlərdən biri, həmçinin sağlığındaykən cənnətlə müjdələnmiş 10 nəfərdən biri, ha belə cənnətin səbirsizliklə gözlədiyi 3 nəfərdən biri və nəhayət Harun aleyhissalam, Musa aleyhissalama yaxın olduğu kimi
Muhammed Peyğəmbərə sallallahu aleyhi və səlləmə yaxın olmuş Əli ibn Əbi Talib radiyallahu anh kimi şəxsiyyətin zövcəsidir. Üçüncüsü, Fatimə radiyallahu anhə cənnət cavanlarının ən hörmətlisi, Peyğəmbər sallallahu aleyhi və səlləmin reyhan qoxulu nəvələri Həsən və Hüseyin radiyallahu anhəmanın analarıdır. Dördüncüsü, Fatimə radiyallahu anhə insanlar arasında, sözündə, danışığında və oturuşunda Peyğəmbər sallallahu aleyhi və səlləmə ən çox oxşayan kəsdir. Möminlərin anası Ayşə radiyallahu anhə demişdir. İnsanlardan sözündə, danışığında və oturuşunda Peyğəmbər sallallahu aleyhi və səlləmə Fatimədən daha çox oxşayan bir adam görməmişəm. Peyğəmbər sallallahu aleyhi və səlləm Fatimənin onun yanına gəldiyini gördükdə ona xoş gəldin deyər, sonra da ayağa qalxıb onu öpərdi. Sonra Peyğəmbər sallallahu aleyhi və səlləm onun əlindən tutar və gətirib öz yerində otuzdurardı. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm onun yanına gəldikdə Fatimə ona xoş gəldin deyər, sonra da ayağa qalxıb onu öpərdi. Beşincisi, Fatimə radiyallahu anhə sağlığında ikən cənnətlə müjdələnmiş sahabələrdəndir. Bu xüsusda Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir. Fatimə cənnətdəki qadınların ən hörmətlisi olacaq. Yalnız İmranın qızı Məryəm istisnadır. Altıncısı, Fatimə radiyallahu anhə bu ümmətin qadınlarının ən fəzilətlisidir. Bir zaman Peyğəmbər sallallahu aleyhi və səlləm onu müjdələyib demişdir. Ey Fatimə, bu ümmətin qadınlarının ən fəzilətlisi olmağına razı deyilsənmi? Yedincisi, Fatimə radiyallahu anhə Muhammed sallallahu aleyhi və səlləmin ciyər parəsidir. Bu xüsusda Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir. Fatimə mənim bir paramdır. Ona əziyyət verən hər nə varsa, mənə də əziyyət verir. Digər hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir. Kim Fatiməni qəzəbləndirərsə, məni qəzəbləndirmiş olar. Yenə bir hədisdə o demişdir. Canım əlində olan Allaha and olsun ki, bizi, əhli beyti qəzəbləndirən hər kəsi Allah cəhənnəm oduna giriftar edər. 8-incisi, Fatimə radiyallahu anhə Muhammed Peyğəmbərin sallallahu aleyhi və səlləmin ailəsindən ona ilk qovuşan şəxsdir. Möminlərin anası Ayşə radiyallahu anhə demişdir. Peyğəmbər sallallahu aleyhi və səlləm vəfat etməsinə səbəb olan xəstəliyə tutulduğu zaman Fatimə onun yanına gəldi. Peyğəmbər sallallahu aleyhi və səlləm ona xoş gəldin dedi. Fatimə Peyğəmbər sallallahu aleyhi və səlləmə tərəf əyildikdə Peyğəmbər sallallahu aleyhi və səlləm onu öpdü. O ona pıçıltı ilə bir söz dedi. Fatimə ağlamağa başladı. Sonra yenə ona pıçıltı ilə söz dedi. Fatimə güldü. Mən qadınlara dedim. Düşünürəm ki, bu qadının digər qadınların yanında üstünlüyü vardır. Halbuki o da bir qadındır. O əvvəlcə ağlamağa başladı, sonra isə güldü. Mən ondan soruşdum. Peyğəmbər sallallahu aleyhi və səlləm sənə nə dedi? Fatimə dedi. Əgər mən bunu desəm, sirri yaymış olaram. Peyğəmbər sallallahu aleyhi və səlləm vəfat etdikdən sonra Fatimə dedi. Peyğəmbər sallallahu aleyhi və səlləm əvvəlcə mənə pıçıldayıb, mən ölürəm dedi. Mən də bunu ağladım. Sonra yenə mənə pıçıldayıb, ailəmdən mənə qovuşan ilk adam sən olacaqsan dedi və mən buna sevindim. 9-cu fəziləti. Fatimə radiyallahu anhə Peyğəmbər sallallahu aleyhi və səlləmin öz əbası altına aldığı və Allahım, bunlar mənim əhli beytimdir dediyi 4 nəfərdən biridir. Ayşə radiyallahu anhə rəvayət edir ki, bir səhər Peyğəmbər sallallahu aleyhi və səlləm əynində qara yundan əba evdən bayra çıxdı. Bu vaxt Əlinin oğlu Həsən, onun ardınca Hüseyin, onun ardınca qızı Fatimə
və onun ardınca da Əli Peyğəmbər sallallahu aleyhi və sələmin yanına gəldi. Və Peyğəmbər sallallahu aleyhi və sələm onları əbasının altına alıb bu ayəni oxudu. İnnəmə yuridullah liyuzhibə ankumur ricsə əhləl beyt və yutahhirakum tətfirə. Ey ev əhli! Allah sizdən günahınızı silib aparmaq və sizi təmiz etmək istəyir. 10-cusu, Fatimə radiyallahu anhə qəbrə qoyularkən üzərinə örtük çəkilən ilk qadındır. Ümmü Cəfər rəvayət edir ki, Muhammed sallallahu aleyhi və sələmin qızı Fatimə ölüm yatağındaykən Əsmaya dedi: Ey Əsma, qadınların sadəcə kəfənə bükülmüş halda dəfn edilməsi mənim xoşuma gəlmir. Çünki belə olduğu təqdirdə onların bədən üzvləri bilinir. Əsma ona: Ey Rasulullah sallallahu aleyhi və sələmin qızı, Həbəşistanda gördüyün bir şeyi sənə göstərimmi? Dedi. Sonra da yaş budaqlar gətizdirib yerə qoydu və onun üzərinə örtük tutdu. Onda Fatimə radiyallahu anh dedi: Bu nə gözəldir. Bunun sayəsində kişini qadından fərqləndirmək olar. Mən öləndən sonra məni ancaq sən və bir də ərim Əli yusun. İkinizdən başqa heç kəsi mənim yanıma buraxmayın. Fatimə radiyallahu anh vəfat etdikdən sonra Əsma və Əli radiyallahu anhuma onu yudu, sonra da onu Əsmanın məsləhət gördüyü tərzdə dəfn etdilər. Üstünə örtük çəkərək. 11-cisi, Peyğəmbər sallallahu aleyhi və səlləmin nəslindən bu günümüzə qədər yalnız Fatimə radiyallahu anhadan dünyaya gəlmiş kimsələrin nəsli davam etməkdədir. Uca Allah Muhammed sallallahu aleyhi və səlləmə 7 övlad bəxş etmişdir. Onların 4-ü qız, 3-ü isə oğlan uşaq olmuşdur. Oğlanları Abdullah, Qasım və İbrahim, 3-ü də uşaq ikən vəfat etmişdir. Qızları isə böyüyüb həddi buluğa çatmış və ərə getmişlər. Böyük qızı Zeynəbin Əbul Aslan Umama adlı qızı Abdullah adlı oğlu olmuşdur. Abdullah uşaq ikən vəfat etmiş, Umama isə böyüyüb həddi buluğa çatmış və ərə getmişdir. Lakin ondan olan uşaqlardan Peyğəmbər sallallahu aleyhi və səlləmin nəsli davam etməmişdir. Ruqiyyəni isə Peyğəmbər sallallahu aleyhi və səlləm Osman ibn Affana ərə vermiş. Lakin ondan övladı olmamışdır. Ruqiyyə vəfat etdikdən sonra Peyğəmbər sallallahu aleyhi və səlləm Ümmü Kulsumu Osmana ərə vermişdir. Osmanın Ümmü Kulsumdan qızı olmuş, lakin o körpə ikən vəfat etmişdir. Nəhayət, Peyğəmbər sallallahu aleyhi və səlləm Fatiməni Əli ibn Əbi Talibə ərə vermiş və ondan Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin 4 nəvəsi olmuşdur. Həsən, Hüseyin, Zeynəb və Ümmü Kulsum. Ümmü Kulsum Ömər ibn Xattabə ərə getmiş və ondan dünyaya 2 övlad gətirmişdir. Lakin hər ikisi uşaq ikən vəfat etmişdir. Zeynəbi isə Abdullah ibn Cəfər almış, ancaq ondan övladı olmamışdır. Demək, Rasulullah sallallahu aleyhi və sələmin nəsli yalnız Həsən və Hüseyin radiyallahu anhumadan davam etmişdir. 12-ci fəzilət. Qiyamətə yaxın gələcək, Mehdi ləqəbi ilə tanınacaq Muhammed ibn Abdullah məhz Fatimə radiyallahu anhanın nəslindən. Daha dəqiq desək, Həsən ibn Ali ibn Əbi Talib radiyallahu anhumanın zürriyyətindən olacaq. Qardaşlar, söhbətimizin əvvəlində qeyd etdik ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin kim Fatiməni qəzəbləndirərsə, məni qəzəbləndirmiş olar buyruğunu eşidən mömin adam bu mühtərəm qadını qəzəbləndirə bilməz. Buna dair bir məsələyə toxunmaq istəyirik. Bu da Əbu Bakr Əs-Siddiq radiyallahu anh ilə Fatimə radiyallahu anh arasında fədək, yəni Xeybərdən xums olaraq qalmış xurma bağı məsələsində baş vermiş anlaşılmazlıqdır. Fatimə radiyallahu anhə öz iştihadına görə fədəkin atasından ona miras qaldığını düşünürmüş. Əbu Bakr radiyallahu anh isə ona
Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyini xəbər vermişdir. Rasulullah sallallahu aleyhi və səlləm demişdir. Alimlər Peyğəmbərlərin varisləridir. Həqiqətən də Peyğəmbərlər özlərindən sonra nə bir dinar, nə də bir dirhəm qoyurlar. Qoyub getdikləri miras ancaq elmdir. Bəzi firqələrin dediyinə görə, güya Əbu Bakr radiyallahu anh bu hərəkəti ilə Fatimə radiyallahu anh'ı qəzəbləndirmiş, o da ondan incimiş və ona halallıq verməmişdir. Bütün bunlar cəfəngiyyatdır. Və bu şübhənin cavabı belədir. Birincisi, Fatimə radiyallahu anh'dan başqa Peyğəmbər sallallahu aleyhi və sələmin əmisi Abbas radiyallahu anh'ı da fədəqdən pay istəmişdir. Hər ikisi Əbu Bakr radiyallahu anh'ın yanına gəlir. Ha belə Peyğəmbər sallallahu aleyhi və sələmin zövcələri də özlərinə mirasdan pay çatacağını düşünürlərmiş. Onlar da Əbu Bakr radiyallahu anh'ya müraciət edir. Lakin Əbu Bakr Sıddiq radiyallahu anh'ı Peyğəmbər sallallahu aleyhi və sələmin hədisini onlarının yadına salmaqla bu məsələyə aydınlıq gətirir və bundan sonra sahabələrdən heç biri, o cümlədən də Ömər ibn Xattab, Osman ibn Affan, Əli ibn Əbi Talib radiyallahu anhum və digərləri ona etiraz bildirmir. Əksinə, xəlifənin bu fitvası ilə razılaşırlar. İkinci cavab. Bu bağ, yəni fədəq, Əli ibn Əbi Talib radiyallahu anh'ın xilafəti dövrünə dəy. Beləcə, Beytul Mala aid edilmiş, fağır fuqaraya sədəqə edilmiş və heç kəs buna etirazını bildirməmişdir. Əli ibn Əbi Talib radiyallahu anh xəlifə olduğu 4 il 6 ay ərzində, həmçinin Həsən ibn Əli radiyallahu anhına xəlifə olduğu 6 ay ərzində bu hökmü dəyişdirməmişlər. Xilafət əllərində idi. Hökmü dəyişdirə bilərdilər. Əhl-i beyt üçün fədəqdən bir şey ayıra bilərdilər. Lakin heç bir pay ayırmadılar. Beləliklə də Əbu Bakr Sıddiq radiyallahu anh'ın qərarının ədalətli olduğunu təsdiqlədilər. Üçüncüsü budur ki, Əbu Bakr Sıddiq radiyallahu anh'ı Peyğəmbər sallallahu aleyhi və səlləmin Peyğəmbərlər özlərindən sonra nə bir dinar, nə də bir dirhəm qoyurlar. Qoyub getdikləri miras ancaq elmdir. Hədisini deyəndən sonra nə Ömər ibn Xattab, nə Osman ibn Affan, nə Əli ibn Əbi Talib, nə Abbas, nə Abdurrahman ibn Avf, nə Səad ibn Əbi Vaqqas, nə Zübeyir ibn Əvvam, nə Talh ibn Ubeydullah radiyallahu anhum, nə də başqa birisi bu hədisi inkar etmişdir. Deməmişdir ki, bu uydurma hədisdir. Əksinə, hədisin doğru olduğunu təsdiqləmişlər. Və əgər kimsə cürət edib, Əbu Bakr Sıddiq radiyallahu anh'ın bu hədisə əməl etdiyinə görə qınayarsa, onda o biri sahabələri də, o cümlədən Əli ibn Əbi Talibi radiyallahu anh'ını və Həsən ibn Əli radiyallahu anh'ını da qınamalıdır. Nəuzu billah. Allah qorusun. Axı kim cürət edib, Allahın razı qaldığı, özlərinə də cənnət nəsib etdiyi bu ən xeyirli ümməti qınaya bilər. Onlar bir ümmət idi ki, gəlib getdilər. Onların qazandıqları özlərinə, sizin qazandığınız isə sizə aiddir. Siz onların etdikləri əməllər barədə sorğu-sual olunmayacaqsınız. Dördüncü cavab budur ki, İbn Kəsir rahiməhullah Əl-Bidayə və Nihəyə əsərində Beyhəqinin Fudeyl ibn Mərzuqdan belə rəvayət etdiyini nəql etmişdir. Zeyd ibn Ali, ibn Hüseyin, ibn Ali, ibn Əbi Talib rahiməhullah demişdir. Mənim fikrimi bilmək istəyirsinizsə, əgər Əbu Bakr radiyallahu anh'ın yerində mən olsaydım, mən də fədəq məsələsində Əbu Bakr radiyallahu anh'ın verdiyi hökmlə hökm verərdim. Əhl-i beytdən olan bu imamın cavabı həqiqətən də möhtəşəmdir. Beşincisi budur ki, bu ümmətin ən fəzilətli qadını, hamımızın olduqca çox sevdiyi
Fatimə-i Zəhra radiyallahu anhə Əbu Bakr As-Siddiq radiyallahu anhunun bu qərarına qarşı üsyan etməmiş. Orada burada onun dalınca qeybət etməmiş. Vəfat edənədək onun hörmətini saxlamış. Hətta ölüm yatağında ikən atasının ən yaxın dostu və sirdaşı olmuş bu möhtərəm sahabədən razı qaldığını bildirmişdir. Tabiinlərdən olmuş Şə'bi rahiməhullah rəvayət edir ki, Fatimə radiyallahu anh ölüm yatağına düşdüyü zaman Əbu Bakr radiyallahu anh ona baş çəkməyə gəldi və içəri daxil olmaq üçün izin istədi. Əli radiyallahu anh dedi, ey Fatimə, bu Əbu Bakrdır, sənə baş çəkmək üçün izin istəyir. Fatimə radiyallahu anh dedi, sən mənim ona izin verməyimə razısanmı? Əli ibn Əbi Talib radiyallahu anh əlbəttə razıyam dedi. Diqqət edin qardaşlar, Allahdan qorxan bu mömin qadın ölüm ayağında belə Peyğəmbər sallallahu aleyhi və sələmin sünnəsinə əməl edir. Ərinin izni olmadan naməhrəm kişinin evə daxil olmasına izin vermək istəmir. Fatimə radiyallahu anh, Əbu Bakr radiyallahu anh izin verdikdən sonra o içəri daxil oldu. Və hal əhval tutduqdan sonra ona dedi, vallahi, mən həmişə sizi evimdən, mal dövlətimdən, əhli əyalımdan və qohum əqrabamdan üstün tutmaqla ancaq Allahı, onun Rasulunu sallallahu aleyhi və səlləmi və onun əhli beytini razı salmağa çalışmışam. Bu sözləri eşidəndə Fatimə radiyallahu anhə Əbu Bakr radiyallahu anhəyə ondan razı qaldığını bildirdi. Əgər Əbu Bakr radiyallahu anhəyə nifrət edən adamların bu rəvayətdən xəbərləri olsaydı, Allahdan qorxub Fatimə radiyallahu anhə razı qaldığı bu möhtərəm sahabəyə dil uzatmazdılar. Əli ibn Əbi Talib radiyallahu anh onun barəsində demişdir. Müsəlmanların ən xeyirlisi, Allah və onun Rasuluna sallallahu aleyhi və səlləmə ən yaxını xəlifə Siddiq və xəlifə Faruq olmuşdur. Vallahi onların İslamdakı yeri həqiqətən də böyükdür. Allah onlara rəhmət etsin və onlara gördükləri ən yaxşı işlərə görə mükafatlarını versin. Həmçinin rəvayət edilir ki, bir qadın Cəfər-i Sadiq rəhməhullahdan mən Əbu Bakrın və Ömərin xəlifəliyinə etirab edib, onları sevə bilərəmmi? Deyə soruşmuş, imam da ona bəli deyə cavab vermişdir. Sonra qadın ondan, mən Rəbbimin huzurunda olduğum zaman ona, bunu sən mənə əmr etdin deyə bilərəmmi? Deyə soruşmuş, İmam Cəfər Sadiq rahiməhullah da ona bəli deyə cavab vermişdir. Nəhayət, Fatimə radiyallahu anh Peyğəmbər sallallahu aleyhi və səlləmin vəfatından 6 ay sonra vəfat edir və gecə vaxtı dəfn edilir. Sonda Allahdan istəyimiz buyur ki, bizə Allahın, onun Rasulunun sallallahu aleyhi və səlləmin sevdiyi kimsələri, o cümlədən də əhli beyti sevməyi, sevdiyimiz kimsələrlə bərabər Allahın kölgəsi altında, Peyğəmbər sallallahu aleyhi və səlləmin hovuzunun yanında həşr olunmağı və nəhayət onlarla birlikdə Firdovs cənnətinə daxil olmağı nəsib etsin. Subhanəkəllahumma və bihəmdik. Əşhədu ən la iləhə illə ənt. Əstəğfiruka və ətubu iləyik.